Xodda. Bu şəkildə nəsə çıxır. Ağ tüstü verir. Ağ tüstü verir bu. Benzin satılır yani. O benzin şeyin tərziyi yox atmış, an yaxşıdır. Salam cəmaət, hər vaxtınız xeyir olsun. Deməli, avtomobilimiz Chevrolet Aveo'dur. Sahibi mənə təhvil verib gedib, səhər-səhər nəsə işə düşmək istəmir. Baxacaq. Qarajda saxlamışam. Gedək baxa görək. Necə işə düşmək istəmir. Soyuq motora Aveo 300'dür, 1.6 motordur. Buz kimi motordur. İndi gəlmişəm qarajın içində səhər tezdən. Manometri qoşmuşam. Bir də diaqnostik eləyəcəyik avtomobili. Bir yerdə baxaq görək nə kodlar var. Bir də temperatur sensorunun göstəricisi mənə maraqlıdır. İndi göstərəcəm. İşə salmamışıq. 3.5 yığıb saxlayır. Yəni avtomobilin işə düşməsindən ötürü kifayətdir. Getdik parametrlərə baxmağa. Görək bu gözəl niyə işə düşmür. Neçəyə qədər bırax? 2.9-a qədər buraxa bilər. Yox, 3.1 oldu. Hə, yəni ilkin işə düşməsi üçün kifayət eləyir. Parametrləri yığım göstərirəm. Deməli, avtomobilin beyninə qoşula bilmədim. Mənim alətim nəsə çox qurtalandı oynan. O birisini də qoşmağa burada bizə Kitaymatik kömək eləyəcək. Yəni Çin alətindən istifadə edəcək. Əlbəttə YLM-dən. İndi mən sizə onun skrin ekranını göstərəcəm və biz orada temperatur sensorunun göstəricisinə baxacağıq. Mənim qarajımda faktiki bu dəqiqə 33 dərəcə temperatur yoxdur. Onlar burada 33 dərəcə. Nədən işte 33 dərəcədən pişirərik. Səhər tezdəndir. Burada rahat indi mən göstərə bilməyəcəm nə qədər temperatur var. Amma telefonda görə bilərik də, düzdür? Telefonda nə qədərdir səndə? 26, burada 33, düz deyil. Deməli, Temboli'də telefonu cibindən çıxartdın axı. Ona görə biz indi göstərim sizə. İndi mənim nə etmə fikrim var? Əgər temperatur sensoru səhv göstərirsə, biz onun iştekerini buradan çıxardaq. Qoy bizdə minus 40 olsun. Qəza vəziyyətinə salaq avtomobili. Qoy minus 40 göstərsin. Elə işə salaq. Mən göstərim, sizə nə göstərir? Görə də indi biz minus 40 ilə bu avtomobili işə salmağa çalışacağıq. 2.8 saxlayır, bəs eləyir biz üçün işə düşməyə. Ya Allah. Tapança kimi. Gördün? Demək problem bizdə temperatur, amma yaxşı işləmir. Bir balaca problem var. Amma işə düşməyində problem yoxdur. Bunu düz salmayıblar bura. Məncə düz salmayıblar. O tərəfdən girməlidir, hə, şpilka? Çünki buradan dural qırılıb, yoxsa nə olub? Bəs bu temperatur sensoru burada necə qalır, bura? Bu belə
böyrü üstə girməli. Əksinə böyürdən keçir də sancaq. Hə, deyə belə keçməlidir. Bilən usta eləyib onu. Deyə belə, bu bura keçməlidir. Nəyəndə nətər bu da eləyək. Bu digeri var onun özdə. Yəni, baba, bu şpilka var ha. Baba, buradan belənçi keçirdilmişdi o temperatur sensorunun üstünə. Amma halbuki belə böyürdən keçən olmalıdır. Böyürdən keçən. olmalı. Bu da belə keçirdilib. Mən nə bilim bu şpilkası nətər olur. Çıxartmışam. İndi temperatur sensorunun da içi dağılıb. Bax. Bunun içi öz-özünə fırlanır, brat. Bax, fırlanır. Mən indi bunun içini çıxartsam, bu birisi temperatur sensorunu ora qoya bilməyəcəm. Çünki bu latun hissə qalacaq içəridə. Başa düşdün? Dartsam, çıxarsam bu latun hissə qalacaq içəridə. Ona görə də mən bunu sökməliyəm, məcburi. Və söksəm də antifriz da alıb gətirməlidir. Mən bilmirdim də orada vəziyyət elədi. Mən diaqnozunu qoymuşdum, sensor gözləyirdim. Deməli, temperatur sensoru aldıq AVE. Dəyişdim temperatur sensorunu, amma aşkar elədim ki, onun ilgəyi özünün deyil. Böyürdən keçmə ilgəyi olmalıdır, belə ilgəyi bağlayıblar. Mən də elə bağladım qoydum yenə, çünki o ilgəydən yoxumdur. Deməli, bu birisi sensorunda. Qoy bura, öyle. İçini fırlat. Bunu da belə germetikləyiblər. Beləncə öz kefindədir. Belə. İndi bir dənə bu sensorla yoxlayaq. Üstünə qoyduğumdan. Bir dənə işə sal, zəhmət olmasa. Açar məndə. Elə belə bir dənə işə sal. Bir 10 saniyə işləsin, söndür. Deməli, X-Trail'dir, 31. Sürücü şikayət elə ki, avtomobil yanacağı çox işlədir. Həm də işığı yanır burada. Nəyinsə işığı. Hələ avtomobil gələndən işə salmamışam. Sürücü yanımdadır. İşə salıram. Aha. Deməli, bizdə burada çek var. Nida işarəsi mən qapını açıq qoymuşam. 2 dənə də belənçə traction kontrollar var. Yəni sıxıb saxlamağımdan, basmağımdan asılı olmayaraq traction kontrol sönmür. Ona da baxacağıq. İndi sahibi necə istəyəcək, o sayaqda eləyəcək. Hələlik diaqnostika alətinə qoşulaq. Ona görə bu çek nəyə görə yanır. Deməli, maşına buradan qoşulmuşam. Kodları oxuduq. Mühərrikin idarəetmə blokunda olan kodlar bunlardır. Nissan tərcüməsi ilə bu oksigen sensorudur. Deməli, oksigen sensoru. Zəhmət olmasa bu ilgəyi keçir. Hə, tutun, mən keçirdim. Deməli, bu avtomobildə 2 dənə oksigen sensoru var. Biri aşağıdadır, katalitik elementdən sonra yerləşir. Avtomobilimiz ondan şikayət eləmir. Biri yuxarıdadır, avtomobilimiz ondan şikayət eləyir. Məhz onun qızdırıcı elementindən şikayət eləyir. Deməli, oksigen sensorunun avtomobilə necə təsir eləyə biləcəyi barəsində videom var. Əgər kimə lazımdırsa, avtomobilin korreksiyaları barəsində videoya keçib baxa bilər. Avtomobilin korreksiyaları bütün hamısı oksigen sensoru vasitəsilə yerinə yetirilir. İndi bizə düşən nədir burada? Biz avtomobilin oksigen sensorunun həqiqətən də avtomobil tərəfdən qidalandığını yoxlamalıyıq. Ki, avtomobil tərəfdən oksigen sensorunda hər şey var. Yəni, hər variantda oksigen sensoru günahkar çıxartmalıyıq. Baxa görək, bacaracağıq yoxsa yox. Bizdə də bu oksigen sensoru, baxa görək, ağıllı sensordur, yoxsa yox, dar zolaqlıdır. Bu şeydən bəxtimiz gətirib. Bu şeydən bəxtimiz gətirib. İndi yoxlayaq görək maşın tərəfdən hər şey var, yoxsa yoxdur. Deməli, ayırdım. İndi yoxlayırıq.
Plus var. Impuls var. Signal var. Massa. Signal da var. Vəssalam. Qızdırıcı da var. Hamısı var. Bir dənə də takım oksigen sensorunun görün bir dənə də müqavimətini yoxlaya bilsəm yaxşı olar. Deməli, oksigen sensorunun müqavimətini ölçdüm. Qaynar vəziyyətdə 3 ohma yaxındır. Mənim də multimetrimin şuplarının müqaviməti demək olar ki 1 ohmdur. Yəni buradan belə bir nəticəyə gəlmək olar ki, bu mənim şüplarımın müqavimətidir. Görürsünüz. 3 ohmda oksigen sensoruna ölçmüşəm. Buradan təqribən 1,8 ohm qalır. Oksigen sensorunun müqaviməti həddindən artıq aşağıdır. Belə olmalı deyil. Ona görə də qərar oksigen sensoru dəyişilməlidir. Oksigen sensorunu dəyişəcəyim. Avtomobil tərəfdən hər şey var. İnşallah benzin hesabatı aşağı düşəcək. Niyə göstərə bilmədim? Bir əlimlə çəkib, bir əlimlə də oksigen sensorunu tuta bilməm. Şuplarımın ucları belədir. Əlavə kabel də atmaq istəmirəm ora ki, müqavimət artmasın. Yəni deyirəm, sözdən. Belə. İndi baxaq görək traction niyə görə yanır. Bu da traction məsələsidir. Nə oldu deyim? Bu da traction məsələsidir. Niski uровень тормозной жидкости. Baxaq görək. Ümumiyyətlə. Tormuz görək. Bu görsənmir axı. Bir dəqiqə. Maşın ölçü tormuzdan problem var. Sürüşdən idarə gəlmir. Deməli belə. Minimumdadır, lap aşağıdadır. Minimumdan da biraz aşağıdır. Minimumdan da aşağıdır, oradadır. Doldurmaq lazımdır ki, o ışıqlarda sönsün. Deməli, dot 4-dürsə, məndə burada baxım görüm neçədir. Məndə burada tormuz mayesi olmalıydı, amma bilmirəm neçədir. Məndə dot 4-dür. Sizdə neçədir? Üstünə yazılıb, onda alınar, tökülər. Əlavə eləyərsiniz, zəhmət olmasa. Bir də deyim, tormuz mayesi heç ara itə bilməz. Yəni, elə bir şey ola bilməz. Ona görə də mütləq yoxlatma. Nakladka yeyiləndə o dərəcəyə gəlib satmalıdır ki, o vəziyyətə çıxsın. Yəni, onun bir dənə zəhmət olmasa, silesara yoxlatdırarsınız. Buradan nə dərəcədə görsənir, bilmirəm. Bircə dəqiqə. Elə deyil, nakladka var. Var. Tormuz qəlbi var orada. Sadəcə mayeni əlavə eləyərsiniz. Bir də düşün, baxım, görüm, harasından buraxır. Bəlkə buraxan yeri var. Deməli, gedək bir maşının altına bir baxım. Arxanı dəyişdim ya. Bu altına adını toxuyur. Burada quraqlıqdır, hər şey yaxşıdır. Qurudur vəziyyət. Deməli belə. Burada qurudur, şlanq, hər şey qaydasındadır, heç bir problem yoxdur. Bu da bunun arxasıdır. Arxa-arxaya saldıq avtomobili. Burada da qurudu hər şey. Bir dənə bu təkərdə bir balaca nəmlik hiss edirəm. Bir balaca nəmləmə var. Amma çox daha nəmləməsidir. Bəlkə indi təmir eləyiblər, yoxsa nə edim, amma paslıdır da bura. Yəni nə təmir eləyəcəklər. Şlanq qopqurudur. Vəssalam. Yəni buraxan yeri yoxdur. Ona görə də mayeni əlavə eləyirik. İndi hansı səbəbdən itibsə və o ışıqlar da sönəcək. Vəssalam. Bu qədər.